OTK-nın dünənki sınavının səhvlərinə baxırıq. 9-cu siniflər üçün olan sınaqdır. Deməli, 4-cü suala baxırıq. Quruluşca eyni növdə olan sözlər sırasını müəyyən edin. Bu kimin testidir? Səhv yazırsan. Zəhmətkeş. Nədir sözün kökü? Zəhmət. Zəhmət. Keş burada leksik şəklidir. Deməli, nə oldu quruluşca? Düzəltmə. Fəallıq. Nədir sözün kökü? Fəallıq. Leksik. Bu ilki gəldi bunlarla. Getdi. Yaralılar oxutdu birinci. Olur mu cavabımız? Bəli. 1-1. Nədir quruluşca? Mürəkkəb. E variantından. Mürəkkəb. Olmadı ki. B variantında kitablar. Nədir sözün kökü? Sadədir. Sadə. Lar cəm şəkilçi olduğuna görə sadə. Narazı nə cürdür tərkibinə görə təhlil? Na ön şəkilçi, razı da sözün kökü. Oldu mu quruluşda düzəltmə? Gülə-gülə, aha. Başlamaq, baş sözün kökü, lada, leksik. Uyğun gəlmədi ki. Deməli, hər variantdan bir dənə sözü çıxardanda onsuz da variantımız çıxır. Oldu nə? D variantı. Sonra, tərs hərəkət zərflərini müəyyən edin. Tərz hərəkət zərfləri nə yazmışdın? C. Düzdür, səhv tərz hərəkət zərflərinə baxaq. Həvəslə tərz hərəkət zərfi olur? Bəli. Olur. Həvəs isim, həvəslə zərf. Asta-asta. Fel bağlama. Feli bağlamada asta-asta yoxsa zərfdir? Aynen zərf nətər olur? Aynen orada A çıxı verir, biz A yazmış. Harada? A olsun cavab. Demirik ki, C variantıdır. Asta-asta zərf yoxsa feli bağlamada? Əvvəlcə bunu deyin görüm. Zərfdir. Niyə feli bağlama olsun ki, asta-asta? Asta-asta, tikə-tikə, bu gülə-gülə. Bunlar feli bağlamada nə ilə seçirdik? A, əl şəkilçisi bizə qalırdı. Sözün kökü nədir? Asta. Deməli, bu nədir? Zərfdir. Həvəslə də zərfdir, asta-asıdır Orada zərfdir. qorxaraq olsun. Qorxaraq nədir nitqisəsi Fel olaraq? bağlama. Feli bağlama. Deməli, C variantının olmaması üçün qorxaraq sözü qoymadı da olsun. Düzdür? Hə, nə deyirsən Ayşə? Cavab hansını deyirsən? A variantı. A variantına baxaq. Sürətlə nədir nitqisəsi olaraq? Zərf. Yavaş-yavaş zərf. Özü tərz hərəkət zərfləri. Tək başına da zərf. Tək başına da zərfdir. E variantında cərgəni pozan hansı söz? Orada. Yer zərfidir. Yer zərfi. Bəs B-də? Dinməz, söyləməz isimdir. Günorta zərfdir. Zərfdir. Amma nə zərfidir günorta? Zaman zərfi. Onu bilmək üçün nə edir? Yaxına test sual veririk. Günorta getdim. Nə zaman getdir? Günorta. Bu da oldu zaman zərfi. Qeydə də qaçacaq. Sonra.